niyə axı Allah yaratdığını gətirib çətinliyə salır? Niyə? Bir dənə cənnət verəcək, gərək 50 il canım çıxsın. Niyə belə eləyir? Ona görə ki, bu mərhələni keçmədən insana cənnəti versə tutum yoxdur. Elə bil ki, təzə dünyaya gəlmiş uşağa İxlas, bir dənə məsələn ət yeməyi verəsən ki, ye. Onun mədəsinin tutumu yoxdur. O bir müddət gərək süd yesin, tutumu artsın ki, ona hazırlaşsın. İnsan da zaten tutumu məhduddur. Ona görə bu dünyada bu çətinliklər ruhu böyüdür və biz böyük Allahla görüşəcəyik deyə böyük Allahla ruhumuz arasında gərək bir uyğunluq olsun. Yəni ruhumuz Allaha uyğunlaşsın, ruhumuz genişlənsin və böyüsün. Ona görə bizi dünyaya göndəriblər ki, çətinliklər vasitəsilə bu ruhu çəkib, dartıb böyütsünlər ki, biz o görüşə hazır ola bilək. Böyük Allaha qovuşa bilək, əzəmətli Allaha qovuşa bilək. Ona görə də dünyanın xəmri çətinliklə yoğrulub. Dünyanın xəmri çətinliklə yoğrulub. Uşağa mən keçən dəfə dedim, uşaqlıqdan uşaq dilində başa salasan ki, dünyada çətinliklərlə qarşılaşacaqsan. 7 yaşdan sonra deyə yavaş-yavaş uşağa başa sal bunu, öyrət. Dedim sizə keçən dəfə, niyə deyir ədəbi 7 yaşdan sonra öyrət? Ədəb nə deməkdir? Ədəb yəni ürəyin istəyən kimi oturma, ayağı uzatma. Ayağın yığmaq çətin gəlir. Çantanı ürəyin istəyən yerə qoyma. Zəhmət çəkib aparıb ora qoyacaq, öz yerinə. Ürəyin istəyən kimi yemə, ürəyin istəyən kimi yazma. Hətta o xəttin gözəl xətlə yazmağı deyir uşaqlara öyrədin. Çünki bir çətinlik var, barmağına çətinlik, zəhmət versin ki, onu gözəl xətlə yazsın. 7 yaşdan sonra ədəb öyrədin, yəni 7 yaşdan sonra yavaş-yavaş çətinliklərə alışdırın. Ona görə də hədislərdə var ki, 7 yaşdan başlasın namaz qılmağa. Düzdür, vacib deyil, vacib 15 yaşdadır. Amma 7 yaşdan namazı qılmağa başlasın, disiplin, bir nizam-intizama düşsün həyatı. Hansısa bir oyundan ayrılsın, gəlsin, diyansın namaza. Düzdür, indi o məqamda təbii ki, bəzi namaz qəzaya da gedə bilər. Amma hər halda 7 yaşından yavaş-yavaş həyatın nizama düşsün ki, indidən çətinliklərə alışsın. Bəs bu çətinliyin yanında asanlıq da var. İnnə mə'al usri yusra. Çətinliyin yanında asanlıq da var. Dünya çətinlikdən ibarətdir. Çünki birinci gəlir innə mə'al usri yusra. Yəni çətinliyin yanında asanlıq. Belə tərif verə bilmərik dünyaya ki, dünyada həm çətinliklər var, həm asanlıqlar var. Xeyr. Dünya çətinlikdən ibarətdir. Arada nəfəs almaq üçün asanlıq var. Arada nəfəs çəkmək üçün. Dünya təxminən bilirsiniz nəyə bənzəyir? Üzməyə bənzəyir. Üzürsən, hərdən başını çıxardıb nəfəs alırsan, təzdən su ilə çarpışırsan, mübarizə aparırsan. O rahatlıqlar arada verilir insana ki, biraz nəfəs çəksin, dincəlsin, təzdən mübarizəni davam eləsin. İnsan dünyada dənizdə üzən kimidir. Çətinliklər olmalıdır ki, insan inkişaf eləsin. Və çətinliklər neçə cürdür? Bunu da yadınızdadır. Dedim ki, çətinliklər bir, Allahın hökmlərindən doğan çətinliklərdir. Bir də hadisələr. Bəlaların çətinliyi bir, ikinci də ki, Allahın hökmlərinin çətinliyi. Təbii ki, hamı etiraf eləyər ki, namazın müəyyən qədər çətinliyi var. Yuxuva gərək haram qatasan, bizim dilimizlə desək. Əslində haram qatmırsan, halal qatırsan yuxuva. Oruç tutmağın çətinliyi var, həccə getməyin çətinliyi var. Bu çətinliklər iki növdür. Bir, bəlaların, sıxıntıların çətinliyi ruhu böyüdür. Bir də ibadət və itaətin çətinliyi ruhu böyüdür. İki növ çətinlik var. Ona görə ibadət birinci mərhələdə adamlar üçün çətindir. Adam var 2 gündür gəlir, deyir ki, mən istəyirəm namaz mənim üçün rahat olsun. Xeyr, bir dövr, bir mərhələ keçməlisən bu çətinlik mərhələsindən. Yavaş-yavaş ruh böyüyür, sonra artıq ibadətdə çətinlik qalmır. İbadət bir ləzzətə çevrilir, amma o sonra baş verir. Birinci gündən olmur, mümkün deyil olsun.